Herkese salam. Gəlin bugün sizinle birlikte 3-cü sinifə aid olan birinci tapşırıq əldə edək. Tapşırıq 1-də deyir ki, 36 ədədi hansı ən yaxın iki onluq arasında yerləşir. Burada baxırıq, onluq arasında dediyinə görə 36-dan əvvəlki onluq hansıdır? 30. Sonraki onluq hansıdır? 40. Deməli 36, 30 və 40 ədədlərinin arasındakı onluqların arasında yerləşir. 2-də deyir ki, yaşadığımız dünya, yerin quruluşu aşağıdakı həndəsə fiqurlardan hansına bənzəyir? Bilirik ki, yer kürə formasındadır, ona görə topa bənzəyir. 3-də deyir ki, şəkildəki dairə fırlanarkən oxun hansı rəng üzərində dayanma şansı daha çoxdur? Baxırıq ki, sarı rəng daha çox yeri əhatə elədiyinə görə oxun sarı rəng üzərində dayanma şansı daha çoxdur. 4-də deyir ki, 2 il 20 aydan böyükdürmü, kiçikdirmi ya da bərabərdirmi? Biz bilirik ki, bir ayda 12, bir ildə 12 ay var. Deməli, 2 ildə də 24 ay olacaq. Ona görə 24 ay 20 aydan böyükdür. A variantı. 5-də deyir ki, koordinat şəbəkəsi üzərində verilmiş evin yerini göstərən koordinat cütünü tapın. Baxırıq, ev 3 və 4-ün birləşdiyi yerdədir. Ona görə 3 və 4 koordinat cütümüz 3 və 4-dür. 6-da deyir ki, qabların maye tutumunu ölçmək üçün hansı ölçü vahidindən istifadə olunur? Burada da baxırıq ki, metr uzunluq ölçür, kiloqram meyvələri ölçmək üçün istifadə edirik. Çəki üçündür, litr isə qabların ölçü vahididir. Maye tutumunu ölçmək üçün litrdən istifadə olunur. 7-də də deyir ki, məktəbdə dərslər hər gün səhər saat 07:30-da başlayıb 12:00-da bitərsə, hər gün neçə saat dərs olar? Deməli, 12:00-dan 07:30-un arasında olan vaxt 4 saat yarımdır. Deməli, B variantı 4 saat yarım dərs olar. Növbəti hissədə deyir ki, rəqəmlə ifadə edin. Bizə deyir, 7 yüzlüyü var. Yazırıq bura 700, 6 onluq, 60, 2 təklik, 762, deməli C variantı. 2-də deyir ki, 236 ədədində mərtəbə vahidi ən kiçik olan ədəd hansıdır? Vahidi dediyinə görə burada 30 və mərtəbə qiymətidir. Onu götürmürük. Vahidi dediyinə görə ya 6 ya 3-dür. Baxırıq 6 ilə 3-ün arasında da 3 daha kiçikdir. 6-dan kiçikdir. 3-də deyir ki, modeldə verilmiş ədədlərin cəmini tapın. Baxırıq, birinci modelimizdə yazılıb 41, üstəgəl cəmini dediyinə görə üstəgəl 53. İkinci modelimizdə də 53 göstərilib. 1-in üstə 3 gəlirik 4, 4-ün üstə 5 gəlirik 9. Deməli 9 onluğumuz, 4 təkliyimiz A variantı. 4-də deyir ki, 2 yüzlük üstəgəl 5 onluq üstəgəl 6 təklik hansıdır? 256. Deməli A variantında. 5-də deyir ki, rəqəmləri fərqli olan ən kiçik üzü rəqəmli ədəd rəqəmlərinin cəmini tapın. Rəqəmləri fərqli olsun. Ən kiçik 3 rəqəmli ədəd. Ən kiçik deyəndə 1-dən götürürük. Rəqəmləri fərqli olsun deyəndə 0, 2. Bunların da 1-in üstə 2 gəlirik. Eləyir 3. 6-da da deyir ki, 6 yüzlük neçə onluqdan ibarətdir? 60 dənə onluqdan ibarətdir. Növbəti hissədə deyir ki, aşağıdakı ədədlərdən hansını onluqlara yuvarlaqlaşdırdıqda 250 alınır. Baxırıq, burada yuvarlaqlaşdırsaq, A variantındadır. Onluğa qədər yuvarlaqlaşdırırıq, arxası 0 olur. Növbətində deyir ki, 644 ədədini onluqlara qədər yuvarlaqlaşdırsaq, neçə vahid azalar? 644-ü onluğa qədər yuvarlaqlaşdıranda bura 4 olduğuna görə artmır. Yəni olduğu kimi qalır. Bura 0. Yəni 4 vahid azalır. Yəni 640 olur. 8-də deyir ki, hansı ədəd onluqlara qədər yuvarlaqlaşdırsaq 570 alınmaz. Baxırıq B və C variantında 7-dən sonra 7 onluq 7 olduğuna görə 7-nin altından xətt çəkməliyik. 4 ondan sonra gələn 4 və 1 5-dən kiçik olduqlarına görə onlarda 570 olur. Bu ikisi 570 olur, amma 577-də
buradakı təşriqimizdə yerləşən ədəd 5-dən böyük olduğuna görə bir onluq 7-nin üzərinə gəlir və burada artıq eləyir 580. Deməli, A variantımızda 580 elədiyinə görə onu götürürüz. Səhv variantımız odur, alınmır. 9-da deyir ki, hansı ədədi onluqlara qədər yuvarlaqlaşdırdıqda azalır. Onluğa qədər yuvarlaqlaşdırdıqda azalır deyilsə, deməli, o 5-dən aşağı olmalıdır. 5-dən yuxarı olursa artıq artır. 5-dən aşağı da təkliyimiz onluğa qədər yuvarlaqlaşdırırsa, təkliyimizə baxırıq. Təkliyimiz burada kiçik olduğuna görə, 5-dən kiçik olduğuna görə bu azalır. 10-da deyir ki, mən təkliklər mərtəbəsi 5, onluqlar mərtəbəsi 3-dən böyük, yüzlüklər mərtəbəsi 7-dən kiçik ədədəm. Onluqlara qədər yuvarlaqlaşdırsam 650 alınaram. Olaram mən neçəyəm deyir, mən təkliklər mərtəbəsi 5-dir. Onluqlar mərtəbəsi 3-dən böyükdür. Nədir? Yüzlüklər mərtəbəsi də 7-dən kiçik ədədəm. Onluqlara qədər yuvarlaqlaşdırsaq 650 alıram. 650. Yəni 7-dən kiçik dediyinə görə 650 də alınırsa, onluqlara qədər yuvarlaqlaşdırdığımız deyirsə, deməli bunun yüzlüyü 6-dır. Yəni 6 dəyişmir. Onluqlar mərtəbəsi də burada deməli 4-dür. Yəni buradakı onluğa qədər yuvarlaqlaşdırırdıq, yəni 4-ün altına xətt çək. Onluğa qədər yuvarlaqlaşdırdıqda 5-dən biri bura gəlir. 4-ün üzərinə gəlir və burası da 0 olur. Yəni 650 alınır. Deməli 645 ədədiymiş. Bugünlük bu qədər. Hələlik.